Yunan mifologiyasında yaddaş ilahəsi göylərin rəmzi olan Uranla ana torpağın rəmzi olan Geyanın qızıdır. Onun adı Mnemasinadır. Mnemasina Zevslə bir çoban cildində onun qarşısına gələn Zevslə görüşür və ondan 9 muzanı dünyaya gətirir. Bizim ədəbiyyatımızdakı tərcümədə qarşılığında ilham pərilərini. Muzey sözü də buradandır. Muzaların evi deməkdir. Qədim təlimlərin çoxunda yaradıcılığın qaynağı yaddaş hesab edilir. Təsadüfi deyil ki, Yunan mifologiyasındakı yaddaş ilahəsi Mnemasina Ölülər səltənətindəki bir çayın da adıdır. Ölülər səltənətində 2 çay axır. O çaylardan biri hər şeyi insana unutduran Letadır, biri hər şeyi insana xatırladan Mnemasina. Yaddaşın axar çay metaforası ilə ifadə olunması bizi Carl Gustav Jung'un fərdi və kollektiv təhtəlşuur məsələsinə, Borgesin hekayələrinə və digər yazıçıların yaddaşla bağlı tədqiqatlarına aparıb çıxarır. Dünyanı gözüyumlu görən ustadlar ustadı Borges 1942-ci ildə çox qəribə bir hekayə yazıb. Yaddaş Funes adlanır bu hekayə. Bu hekayənin qəhrəmanı Funes bir gün atdan yıxılır, başından zədələnir. Ancaq bu zədə onun başqa bir qabiliyyətini üzə çıxardır. O, indiyəcən həyatda yaşadığı hər şeyi bir-bir xatırlamağa başlayır. Borges insanın hər şeyi xatırlamaq, yadda saxlamaq ehtirasını təhlükəli hesab edir və bizi unutmağın faydaları haqqında düşünməyə vadar edir. Çox yozumlu bu hekayənin ana motivi olan unutmaq, xatırlamaq məsələsi 70 ildən sonra Argentinada, məhkəmədə, başqa formada bizim qarşımıza çıxdı. Argentinanın məşhur pop ulduzu Virginia da Cunha'nın başına gələn bu hadisə doğrudan da simptomatikdir. Bu da Cunha sosial mediada çox açıq-şaşıq fotolarını paylaşan, provokativ işlərlə məşğul olan bir pop ulduzdur. Bir gün da Cunha'nın dostları deyirlər ki, sənin şəxsi profilində paylaşdığın şəkilləri, videoları başqa saytlar səndən icazəsiz götürüb istifadə edirlər. Da Cunha həmin saytı məhkəməyə verir. Ancaq məhkəmədə ona deyirlər ki, biz ayrı-ayrı axtarış sistemlərinin bizə təqdim elədiklərini sadəcə bir məcrada yığan bir platformayıq. Bizim başqa məqsədimiz yoxdur. Pop ulduz isə məhkəmə qarşısında məsələ qaldırır ki, sözü gedən saytlar onun fotolarını unutmalıdır. Qarşı tərəf isə müdafiəsində bunu qəbul etmir. Yaddaşlarda daha çox qalmaq arzusuyla unudulmaq istəyi arasındakı bu fakt müasir insanın düşdüyü vəziyyəti çox yaxşı ifadə edir. Bu ifadəni həmin məhkəmədə hakimlik edən Virginia Simar daha dəqiq ifadə edib. Deyib ki, bu hadisədə ifadə azadlığı ilə şəxsi həyatın toxunulmazlığı üz-üzə gəlib. Çağdaş dövrdə axtarış sistemləri faktiki olaraq unudulmağın axırına çıxıb. Halbuki unutmaq bəzən yaxşı şeydir, başqasını bağışlamaq üçün, onu anlamaq üçün. Bu yerdə 2014-cü ildə İspaniyalı bir adamın, Mario Gonzalez'in başına gələn bir hadisəni danışmağın elə bilirəm ki, yeri var. Mario Gonzalez bir gün axtarış sistemlərində görür ki, onun çox uzun illər əvvəl borc ucbatından hərraca çıxardılıb satılmış evinin şəkilləri hələ də axtarış platformalarında silinməyib qalıb. O, Avropa məhkəməsinə müraciət edir ki, mən xahiş edirəm həmin şəkillər oradan silinsin. Çünki üstündən neçə illər keçəndən sonra həmin o şəkillərin orada qalmağı mənim professional, peşəkar reputasiyama zərbə vurur. Və o, bu məhkəməni udur. Bu məhkəməni udandan sonra isə bəşəriyyətin tarixinə, bizim həyatımıza çox poetik adı olan bir haqqı qazandırır. Unudulmaq haqqı.